tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Space Televiziyası və Qarabağ Azərbaycandır proqramı. Biz yenə müqəddəs ocağa doğru gedirik, müqəddəs ziyarətgahımıza gedirik. Qəhrəman bir oğlumuzun anasının, atasının ziyarətinə gedirik. Gördüyünüz bu yol müqəddəs bir yoldur. Çünki bu yolda, bax bu torpaqlar uğrunda canından keçən qəhrəman oğullarımızın valideynləri ilə, müqəddəs anaları ilə addımlayırıq bu yolu. Allah sizi var etsin, dəyərli insanlar, dəyərli Azərbaycanlılar, şəhidlərimizin yadigarları, əmanətləri və şəhidimizin evinə doğru addımlayırıq. Biz Beyləqan rayonundayıq. Beyləqan rayonunun Milabad kəndindəyik. Düzdürmü Qazi qardaşımız? Şəhidlərimizdən Beyləqan şəhidimiz olan Həmidin qapısındayıq şəhidimiz. Hamılıqda elə xoş gəlmişik. Bütün şəhid analarla burada anamızın yanında, köyün anamızın yanındadır. Allah canlarını sağ eləsin. Allah hər bir şəhidimizə Allahdan rəhmət diləyirik. Mən bir kəlmə də qısa olaraq deyim ki, qeyd edeyim ki, şəhid Həmid haqqında, yəni biz onu ad çəmiyim, en sayılı hərbiçədə, 2 dənə hərbiçədə mən onu tanıyıram. Yəni öz sücaəti ilə, öz xidməti ilə hər kəs vətənə borc olaraq onu eləyir. Ancaq şəhidlərimiz həqiqətən də mən onu qeyd edeyim ki, barmaqla göstərən hamısının nur üzlü şəhidin nəyə görə deyirlər. Mən o şəhidlərimin hamısının üzündəki o nuru, təbəssümü görürsünüz da, elə biləcəm ki, onlar barmaqla bir seçilmiş şəhidlərdir. Ona görə mən əməkə o xidmətində də fərqli idi, seçilirdi hər zaman. Ayrıca o əsgərlərinə olan o diqqət və qayğını biz onunla görürdük. Yəni çox qürur hissi keçirirdik ki, həqiqətən bu cür bizim komandirlərimiz var. İnsan da o töz kök üstə bitər deyirlər. Biz də elə komandirlərdən elə örnəklər alaraq, yəni onda sözün əsl mənasında yaxşı hərəkət biz də bacardığımız qədər maksimum vətənə nə cür, nə kimin, nə cür əmək keçdi. Biz də indi gücümüz çatan çərçivəsində də Allah köməyiniz olsun, bir də Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gəlin biz hərəmiz şəhidimizin adını çəkək. O şəhidlərimizin ruhu bu dəqiqə bizim yanımızdadır. O oğulların, o qəhrəman oğulların tək-tək adını, soyadını səsləndirək. Olarmı analar? Olar. Beyləqan şəhidi Leytenant Tural Əhlimanlı Yaşaroğlu. Xoş gəlibsiniz. Məkanı cənnət. Beyləqanlı Dadaşzadə Mahir Qəriboğlu, baş leytenant, bölük komandiri. Məkanı cənnət. Beyləqan şəhidi Hacıyev Samiq Yıldadoğlu və hal-hazırda hərbidə çalışan veteran Namik Hacıyevin anasıyam. Allah canına sağlıq versin. Beyləqan rayonunun Qarallar kəndinin tək və yeganə şəhidi Şəhid Vəzirov Cəlal Bədirxanoğlu'nun kəşfiyyatçı. Beyləqan rayonunun Təzəkən kəndinin şəhidi Vəliyev Elnurun Müsyaboğlu. Məkanı cənnət. Məkanı cənnət. Beyləqan rayonu Təzəkənd kəndi, amma məcburi qaçqın Ağdam rayonundan, Balacayev qərbinə. Allah bütün şəhidlərin rəhmət eləsin, yerlər cənnət olsun. Beyləqan rayonunun 2-ci Aşqılı kənd şəhidi Ağazadə Mirtalib Mireydaroğlu. Könüllü döyüşə gedib, şəhid olub, Qurbanzadə Mövlud Söhbətoğlu. Nəsirov İlyas Arzumanoğlu, kəşfiyyatçıdır, su təyinatlıdır, gizirdir. Məhərrəmov Vasib Üzeyroğlu, kəşfiyyatçı, gizir. Mən də xüsusi təyinatlı şəhid Mikailzadə Vidadoğlu'nun anasıyam. 1992-ci ildə anadan olub, 1920-ci ildə 10 noyabr qələbə günü Şuşada şəhid olub da, məqamlar uca olsun. Evimizin yeganə övladı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət. Məkanı cənnət. Mən də şəhid Balacayev qərbinin atasıyam. Ağdam rayonu Mərdili kəndindənik. Məcburi köçkünük. Beyləqan rayonu Təzəkət kəndində yaşayırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun, məqamları uca. Amin. Bu şəhid atası ilə biz neçə rayonumuzda bir yerdə olmuşuq. Bizim Qarabağ Azərbaycandır verilişinin daimi tamaşaçıları bizi bir yerdə çox görüblər. Evet. Allah sizi qorusun. Sağ olun, sağ olun. Şəhid mayor Rüfət Əsgərovun atası, briqadanın kəşfiyyat rəisi. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mayxanlı İlqar Nadiroğlu. Əsaszadə Zaur Teyyiboğlu. Beyləqan rayonundan 3 ayın əskər olub.
Mən də Füzuli şəhər Rəsulov Nurəddin Akifoğlu, baş kəşfiyyatçı, baş çavuş, antiterror şəhidi, anasıyam. Şəhid Fəthizadə Fətinin anası. Beyləqan rayonu Şəhid Məmmədli Rahil Şəmiloğlu. Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi kəşfiyyatçı Gizir İbadlı Ramin Qubadoğlu. Bakı şəhəri Xətai rayonunun şəhidi Quliyev Barat Nizamioğlu. Mənim oğlum tankist olub, mən onunla fəxr eləyirəm. Bugün mən burada 2 dənə ana gəlməyib, 2 dənə ananın evlatlarının da adını qeyd eləmək istəyirəm. Salahlı Elgiz Nurəddin oğlu. Cəfərli Röyalın anasında əvəzindən gəlmişəm. Yəni onlar müəyyən səbəblərə görə, həkimə getdiklərinə görə bu gün onları mən təmsil eləyirəm. Onlar hamısı bizim balalarımızdır. Hüseynli Şahin anası da burada olmayaraq onları əvəz eləyirik. Biz bütün şəhidlərin anasıyıq. Allah ruhlarını şad eləsin, məkanlarını cənnət eləsin. Ruhları şad olsun. Beyləqan rayonu Qarallar kəndi şəhid Vəzirov Cəlal Bədirxanoğlu. Qardaşıyım. Məkanı cənnət olsun. Əziz bizim daimi tamaşaçılarımız. Gördüyünüz bu analar ki var, hər biri vüqarla, qürurla oğlunun adını çəkir. O oğulların ki, onlar hər biri bir evin çırağını söndürdülər. Amma o oğulların çırağı bütöv bir Azərbaycanı nura qərq elədi. Bütöv bir Azərbaycanı bütöv elədi. Bax, bu analara borcluyuq biz, bütün Azərbaycan xalqı olaraq. Sizin əlinizdən, ayağınızdan öpsək belə borcunuzdan çıxa bilmərik. Bu anaların dünyaya gətirdiyi oğullar Qarabağı bizə qaytardılar. Bax, gördüyünüz bu vüqarlı analar, bu qürurlu analar. Halal, belə deyim, çörəyi ilə, halal südü ilə böyütdüyü, vətənpərvərlik eşqi ilə böyütdüyü oğulları get qələbəni bizə yaşat deyib oğullarını müharibəyə yola salan ağalar. Allah sizi var eləsin. Dünya durduqca sizin qarşınızda biz borcluyuq. Allah sizə can sağlığı versin. Allahdan sizə möhkəm səbir, təmkin diləyirəm, əziz analar. 44 günlük müharibədə biz Füzulinin Kərimbəli kəndində Aşıqdan Ramin İbadlının anası ilə Kəmalə ilə Bəli, Müşfiq müəllimin təşkilatçılığı ilə, Adil müəllim təşkilatçılığı ilə biz orada 44 gün yemək pişirdik. Gecə gündüz yatmaq bilmədən başımızın üstə mərmilər gedərkən biz qormadıq. Dedik təki vətən sağ olsun, təki düşmənləri, bəli, zəfər qələbəsi də çalındı. Allah bütün şəhidlərimizin məkanını cənnət eyləsin. Analara səbir versin. Amin. Müşfiq müəllim, üzü şəhidimizin evinə doğru gedir, eləmi? Bu evdə 2 şəhidimiz var. Həm əmisi şəhid olub, həm yox. 44 günlükdə Həmid də 20-də yaralandı. Yaralanmağına baxmayaraq 23-də antiterrorda şəhid oldu. Yəni böyük bir bu ailə sücaətli, bu kənd. Bəli. Evimizdə adı olan 2 şəhid. Bəli. Ona görə də Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Mən bir şey qeyd edeyim ki, Azərbaycanın hər bir bölgəsindən bizim şəhidlərimiz oldu. Allah ümumilikdə yenə cəmi şəhidlərimə rəhmət etsin. Amma balaca bir rayon olsa da böyük ürəyi olan bu qəhrəman şəhərimiz, Beyləqan şəhərinin şəhidi deyirik ki, bir övlad itidir. Amma minlərlə övlad qazandı. Düz biz onların övladlarının yerini verə bilmərik. Ancaq mənəvi də olaraq hər zaman yanınızdayıq. Yəni, nə dərəcədə, bilmirəm, nə dərəcədə sizin üçün önəmli və yaxud da ki, nə dərəcədə sizin o ürəyinizə su çiləyə bilirik, bilmirəm. Amma qismən də olsa biz hər zaman sizlərə dayaq və dəstək olaraq, mənəvi də dəstək olaraq yanınızda. Allah bir də o gözəl balalarınıza rəhmət eləsin. Hər şey vətən üçün. Hər şey vətən üçün. Vətən sənə canım fəda. Vətən sənə canım fəda. Vətən sənə canım fəda. Azərbaycan! Azərbaycan! Şəhidlər ölməz, vətən bölünməz! Şəhidlər ölməz, vətən bölünməz! Şəhidlər ölməz, vətən bölünməz! Şəhidlər ölməz, vətən bölünməz! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır!
paşa bayrağını öptürün. Duman gibi bu dağları bürüyün. Denizlere selam resmi yaptırıp göklerdeki bulut gibi yürüyün. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. Kumandanın fermanına baş eğil. Mazlumların imdadına yetişti. Karanlıkta süngü sana yol açtı. Sen o yoldan muradına yetiştin. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. El bilir ki sen benimsen, yurdum, yuvam, meskenimsen, anam doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana, hansı səmtə, hangi yana, ey utsam da yuvam sənsən, elim, günüm, obam sənsən. Əliyev Namiq Yıldırımoğlu, Beyləqan rayonu Şərq qəsəbəsində yaşayır. 1-ci Qarabağ müharibəsi döyüş zamanı Füzuli bölgəsində döyüşmüşəm. 92-ci ildə gedib, 96-cı ildə hərbi xidmətdən azad olmuşam. Allah şəhidlərimizə rəhmət eləsin, məqam uca olsun. Fərmanzadə Zahir Salmanov, Beyləqan rayon Mil qəsəbəsi, 44 günlük Vətən müharibəsi qazisi, 3-cü qrup ərd. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamlarını uca eləsin. Allah valideynlərinə, əzizlərinə, doğmalarına səbir versin. Xocavənd rayon Kuropatkin kənd sakini, 44 günlük Vətən müharibəsinin qazisi, şəhid oğlu Mirzəliyev Ruslan Vahidcan. Hər bizi təşəkkürümü bildirirəm ki, bizim bu şəhidlərimizi, qazilərimizi unutmursunuz. Şəhidlər bizim əsas duruşumuzdur, əsas istiqamətimizdir, onurğamızdır, Azərbaycanın bayrağının dalğalanmasıdır. Şəhidlər bizim milli qeyrətimizdir, milli namusumuzdur. Hər şeyimiz şəhidlərdir, qazilərdir, veteranlardır, döyüşçülərdir. Və bunun başı, əsas onurğası şəhidlərimizdir. Mən şəhid ailələrinin qarşısında baş əyirəm. Bir şəhid oğlu olaraq mən sizi yaxşı başa düşürəm. İtki çətindir, qürur ondan üstündür. Sizin mənəviyyatınız, şəxsiyyətiniz bizim hər şeyimizdir. Biz sizə borçluyuq. Mən bir qazi olaraq sizin əlinizdən öpürəm. Və sizin qarşınızda baş əyirəm. Bu çətindir. Biz bu müharibəni görmüşük, keçmişik. Dostlarımız, qardaşlarımız yanımızda şəhid olub, şəhadətə ucalıb. O günü bizə Allah qismət eləmədi. Şəhidlik ananın bətnində gələn bir şeydir. O şəhidlik kimin qismətində varsa, o şəhid olacaq və şəhid oldu. Və bizim o türklərin bir sözü var, əsas duruş. Biz şəhid anaların görəndə əsas duruşa keçirik, şəhid ataların görəndə. Çünki bizim əsas duruşda durmağımızın səbəbi şəhid atalardır, şəhid analardır. Qarşınızda baş əyirik, gələn qonaqların hamısına təşəkkür edirik ki, biz şəhidləri unutmuruq. Şəhidləri unutmasaq, şəhidlər ölməyəcək. Şəhidlər baş tacımızdır. Təşəkkür edirəm hər birinizə. 44 günlük Vətən müharibəsinin qazisi 3-cü qrup Baxışov Zülfü Amloğlu. Allah şəhidlərimizə rəhmət etsin, məqamları uca olsun. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda daha 88-ci ildən xidmət eləmişik hər bir ikimiz. Mən Azərbaycan ordusunda kəşfiyyat komandiri olmuşam, qeyri işlərdə işləmişəm. Onu demək istəyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Unutmuruq, unutmayaq heç vaxtı. Allah sizlərə də kömək olsun, gəlirsiniz, çəkirsiniz, işıqlandırırsınız. Şəhid anaların əlindən öpürəm. Bir daha onlara deyirəm ki, başınızı dik tutun. Allah bütün şəhidlərimizin məkanını uca eləsin. Sağ olun. Mən də qazi qardaşlarımın sözünə qoşuluram. Biz həm 1-ci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçısıyıq. Bizim
borcumuzdur ki, bir vətən oğlu kimi vətənimizi qoruyaq, vətənimizi düşməndən xilas edək, Azərbaycan bayrağını, konstitusiyamızı, dövlətimizi uğrunda canımızı fəda verməyə həmişə hazırıq. Bu müharibədir. Biz bundan başa düşməliyik ki, bu itki mütləq olmalıdır. Çünki müharibə itkisiz ola bilməz. İndi bu şəhidlik kimin alnına yazılır, kimə qismət olur, kimə qismət olmur. Yəni bizim döyüş ərəfəsində elə oğlanlarımız vardı ki, onlar əlbəttə istəyirdi ki, şəhid olsun. Ancaq döyüşə şəhid olsun. O, yenə deyirəm, o şəhidlik hər kəsə qismət olmur. İndi bu günləri şəhidimiz Həmid Həmidliyənin qismətində bu şəhidlik vardı. Şəhidlik elə bir uca məqamdır ki, ondan uca heç nə ola bilməz. Bu şəhidlər Azərbaycanda tarix yazdılar. Tarix yazdılar. Bu tarixi unutmaq olmaz. Nə qədər ki biz Azərbaycan xalqı varıq, şəhidlərimizi həmişə xatırlayacağıq və onları yaşadacağıq. Şəhidlər ölməz, vətən bölünməz. Mənim bir şey xatirimə düşdü. 1993-cü ildə bir Seyfəli poligonunda olanda, Seyfəli hansı? Seyfəli Gəncə tərəf, Şəmkir tərəf. Heydər Əliyevin orada bir tövsiyəsi oldu hər bir Azərbaycan vətəndaşına. Bir gözü, bir qılçı olmasa belə, bir qolu olmasa belə, bir vətənin qorumalıdır. Bayrağı enməyə qoymamalı, yüksəkdə tutmalıdır. Bəli, mən onun önündə durmuşdum, kamerada çəkirdi. Yağış da göydən yağırdı hətta. 1993-cü ildə, bəli, yağış göydən yağırdı Heydər Əliyevə, Ulu Öndərə. Dad gətirdilər, zontik gətirdilər. O qayıtı bilsən nə dedi? Dedi, mənim evlatlarım, nəvələrim, nəticələrim yağışın altında qalacaq. Mən çətirin altında duracağam. Xeyr, elə şey yoxdur. 2 saat yarım belə durdu, çıxış elədi. Axırda dedi, evlatlarım, gedəyin, namusumuzu, qeyrətimizi ermənin əlindən alağın düşmanına. Biz getdik Qaradizə qədər, Cocuq Mərcanlıya qədər, Abdurrahmanlıya qədər. Dəfələrlə yaralandı, bəli, orada əməliyyat deyə gəlirəm. Orada əməliyyatına iştirak elədik, dəfələrlə yaralandıq. Ona baxmayaraq 2020-ci ildə mən yenə vətənə xidmətə başladım, 2 dəfə vuruldum. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanı uca olsun. Çox sağ olun. Siz sağ olun, var olun, var olun. Sizin kimi bax qeyrətli oğullara görə biz qələbəni qazandıq. Başda Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyev və onun müzəffər ordusu. Bax gördüyünüz əziz tamaşaçılarımız, bax bu qeyrətli oğullar ki var, hər biri bir Azərbaycan cəngavəridir. Bu oğulların sayəsində və qəhrəman şəhidlərimizin sayəsində biz Qarabağ torpaqlarını işğaldan azad etdik. 30 il idi biz o həsrətlə alışıb yanırdıq. Nəhayət ki o qələbəni bizə Azərbaycan igidləri yaşatdı. Eşq olsun sizə. Var olsun sizi dünyaya gətirən, doğan analar, atalar, o qeyrətli kişilər ki, onlardan siz vətənpərvərlik dərsi aldınız evdə və var olsun bizim müəllimlərimiz. Və mən eşitdim ki, bugün bax bu müqəddəs ziyarətgahında olduğumuz müqəddəs şəhidimizin anası da müəllimədir, düzdürmü? Demək ki, bizim şəhidimiz həm evdə ana kimi sizdən o vətənpərvərliyi öyrənib, eyni zamanda da məktəbdə bir müəllim kimi. Allah sizi qorusun. Əvvəla bütün qonaqlara xoş gəldin deyirəm, salamlayıram. Bayaqları siz dediniz ki, görəsən az da olsa təsəlli oldu mu? Yəni təsəlli eləyə bildinizmi? Az yox, mən deyərdim ki, bəli, həqiqətən də biz unudulmayanda, yəni şəhidlərimiz unudulmayanda o bizə böyük bir təsəllidir. Allah bütün şəhidlərimizin məqamını uza eləsin. Bəli, biz nə qədər ağır, nə qədər hüzünlü bir kədər keçirsək belə, amma onun arxasında ali bir məqam var. O məqam da bizim ağrı acımıza böyük bir təsəllidir. Və bu elə bir təsəllidir ki, yəni deyir ölüm var, ölüm. Yəni bugün Həmid başqa cür dünyasını dəyişmiş olsaydı siz burada olmazdınız. Bu insanlar burada olmazdı. Yəni bu ondan irəli gəlir ki, onlar həqiqətən də ali məqamdadılar, onlar ucadılar. Allah Taala necə deyim, ordumuzu qorusun. Həmid Həmidli də həmişə deyirdi ki, biz bugünü gözləyirdik ki, Ali Baş Komandan o əmri versin və biz o dəmir yumruq ətrafında sıx birləşərək yağı düşməndən ölkəmizi xilas eləyək. Və bəli, o gün gəldi. Həmid Həmidli kimi bütün oğullarımız, Azərbaycanımızın qeyrətli oğulları
bu savaşda qan yaddaşımızı yenilədilər, təzələdilər. İşğaldan altında olmuş torpaqlarımızı yağı düşməndən azad elədilər. Həmid-həmidli Tovuz döyüşləri, sonra 2-ci Qarabağ müharibəsi dövrü nəhayət antiterror əməliyyatları zamanı şəhadətə ucalıb. Və həmin günün möhtərəm prezidentimizin suverenliyimizin bərpası günü kimi elan olunması da bizə böyük bir təsəllidir. Allah ordumuzu, Ali Baş Komandanımızı, gözəl insanlarımızı, şəhid-sevərlərimizi qorusun. Çox sağ olun, təşəkkür edirəm. Allah sizi var eləsin. Burada bizim qəhrəman oğullarımız var, əziz tamaşaçılarımız, qəhrəman qazilərimiz var, Vətən müharibəsinin iştirakçıları var. Allah sizi qorusun, sizi tanımaq istəyirik. Buyur. Beyləqan rayonu 20 qəsəbəsi Ziyadoviçin böyücək oğlu. Füzuli rayonundan Xocavənd rayonuna qədər döyüşmüşəm. 4 dənə medalım var. Füzuli, Xocavənd, cəsur döyüşçü, bir də müharibə iştirakçısı. Özüm də 3-cü qrup Qarabağ qazisiyəm. Adını bilək, heç olmasa adını. Orxan, adın Orxan. Hansı kənddən sən Orxan? Mən Beyləqan rayonunun özündən. Beyləqanın özündən. Harda döyüşmüsən? Füzulidən başlayıb da döyüşümüz. Yox, Füzuli yox. Hə. Goranboy tərəfdə olmuşam. Goranboy tərəfdə. Yaralanmısan? Tərtər arasında. Tərtər ərazisində. Suqovşan tərəfdə. Suqovşanda yaralanmısan. Bəli. Ayağında deyəsən, hə? Hə, protez bir ayaq. Bir ayağın yoxdur, hə? Protez. Allah səni qorusun. Allah səni qorusun. Mən bilsiz nə yadıma düşdü, əziz tamaşaçılarımız. Bax, bu oğullarımız belə ayaq üstəki dayanırlar, ha, bilirsiniz, onlar ağrı ilə dayanırlar. Bizə elə gəlir ki, onlar belə yüngül, ağrımaz vəziyyətdə. Düzdür, Müşfiq müəllim, gəlin bura zəhmət olmasa, yadınıza bir məqamı salacağım. Demək, bu oğullarımız o qədər özlərində o cəsarəti, gücü tapırlar ki, heç vaxt ağrılarını dilə gətirmirlər. Sənin kimi bir belə cəsur bir qazimizlə, Müşfiq müəllimlə bərabər biz lerikdəydik. Lerik bilirsiniz də, relyefi, kəndləri aşağı, yuxarı. Səhərdən başladıq biz şəhidlərin evlərini ziyarət etməyə. Bu qazimiz də Gəncədən gəlmişdi. Mənim yanımdadır, bax sənin kimi bir cavan oğlandır. Mənim xəbərim yoxdur ki, qazimizin bir ayağı amputasiya olunub. Bir ayağı protezi bilmirəm. Qazimizlə o həyət, bu həyət gəzirik də. Bu da sən demə ağrıyırmış səhərdən. Demir ki, mən ağrıyıram, mən də bilmirəm. Axşama doğru mən bilmişəm ki, qazimizin bir ayağı yoxdur. 100 dəfə üzr istədim ki, mən səni bir belə gəzdirmişəm. Dedi, nə danışırsan? Mən dedim, nə qədər ağrısam da, mənim orada dedi, yanımda şəhid qardaşlarım olub. Uf demədən vətən yolunda, mənim qucağımda gözünü əbədi yuman qardaşlarım olub. Mənim dedi, ağrımağım onların yanında nədir ki? Allah sizi var eləsin, əziz qardaşım. Bəzən biz elə bilirik ki, bu qazilərimiz, xüsusilə o dərmanlarla yaşayan qazilərimiz elə bilirik ki, onlar rahat yaşayırlar. Yox, əziz tamaşaçılarımız, rahat yaşamır. 6 güllə alan var burada. Bəli, hansıdır? 6 güllə alıb. Bu qazimiz. Bəli, bu qardaşdan başqa bu qardaş da çox yaralanıb, Zülfü də çox yaralanıb. 6 güllə, neçəsi bir dəqiqə hal-hazırda bədənindədir? Neçə? 3 güllə, 2 qəlpə hal-hazırda bədənindədir. Gözün altında da var. Bu qardaşımızın. Gözüm içində də var. 100-dən çoxu çıxıb da, əli də içində var. Hamısı qəlpələr. Gözüm içində də var. 100-dən çoxu çıxıb, əli də içində var. Sol bu əlimdir, sol bölümdür. Deyib bu əlim. Qəlpə buradan gəlib, buradan çıxıb. 3 barmaq var. Bunlar hamısı qəlpə yerləridir. Bu ləkələr. Bu ləkələr hamısı qəlpə yerləridir. Qəlpələrdə xırda-xırda. Sonra sol bölümdür. Bu tərəfində. Bir də ayağım burasıdır. Ona baxmayaraq şəhidin Orada bir dənə qəlpə var bu saat. sinəndə, ürəyin üstündə. O istədi. Allah səni qorusun, Allah səni qorusun. Bax, belə oğulların sayəsində biz Qarabağı qazanmışıq. Ona görə biz deyirik ki, Qarabağın hər bir addımı, hər bir qarışı şəhidlərimizin və qazilərimizin qanına qarışıb. Ona görə o torpaqlar bizim üçün müqəddəsdir. Allah sizi qorusun, Allah sizi var eləsin. Ana, indi icazə verirsən bir stəkan çayını çək. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Dağa taşa bayrağını öptürün, duman gibi bu dağları bürüyün.
Selam resmi yaptırıp göklerdeki bulut gibi yürüyün. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. Mən İskəndərova Həqiqət, İskəndərova Əlzamının anasıyam. Qabaqçıl döyüşçü, qabaqçıl kəşfiyyatçı. Şücaətli oğlan, döyüşkən oğlan. Həmidli Həmidin nənəsiyəm. Kapitan balam, körpə balam. Ürəyim sağa qurban. Dəmir atlı oğlan. Əlzamın özü 4 uşaq atası idi. Axırda videolara çəkib ki, evlatlarım, yoldaşım, anam, sizi özünüzə tapşırıram. Mən namus qeyrət ucundan döyüşə gedirəm. Çox müdrik oğlan, döyüşkən oğlan. Qəhrəman anamız. Bax, o igid oğulları dünyaya gətirən belə qəhrəman cəngavər analardır. Hər ana qəhrəman oğul böyüdə bilmir. Nə qəhrəman oğul dünyaya gətirə bilmir, nə də qəhrəman oğul böyüdə bilmir. Sizin kimi qəhrəman analara bütün Azərbaycan xalqı borcluyuq biz. Əziz anam. Mən Həmid Həmidlinin anasıyam, amma Əlzamin İskəndərov Həmid Həmidlinin əmisidir. Mən buradan tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, İskəndərov Əlzamin 44 günlük vətən müharibəsinin 40 gününü şücaətlə döyüşüb, sonra daş altında şəhidlik zirvəsinə uzalan şəhidlərimizdən biridir. Onun döyüş yolu həqiqətən də bir kəşfiyyatçı olaraq, qabaqçı kəşfiyyatçı olaraq bir ağır döyüş yolu gedib və nəhayət sonuna qədər, son alınan yerə qədər gedib. Şuşa, bilirsiniz ki, Şuşa əməliyyatı ən ağır əməliyyatlarımızdan biri olub. Əlzamin də həmin o ərazidə şəhadətə ucalıb. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Allah Taala bütün analara səbir versin. Azərbaycanımızda 2 oğlunu itirən şəhid analarımız var. Allah Taala bizim səbrimizin 2 qatını da o analara versin. Mən şəhid Vəliyev Elnurun anası Elnurlu Zeynəb. Bəli, bizim balalarımız həqiqətən qəhrəmanlıq göstərib. Bizim balalarımız qəhrəman Azərbaycanın qəhrəman oğullarıdır. Mən də analar kimi deyə bilərəm ki, mənim şəhidim Elnur komandanın təklifi ilə o qrup qoşunlarda xidmət göstərdi. Öz istəyi ilə xüsusi təyinat dəstələrinə qoşulub, Kəlbəcər Murov istiqamətində döyüşə qatılıb, Kəlbəcərə girib, ondan sonra Murov aşırında şəhidliyə ucalmışdı. Həqiqətən, hər bir vətəndaş Azərbaycanın qürurlu adını yüksəltməlidir, qürurluq hissini hiss etməlidir. Biz analarda kimik 44 gündə Azərbaycanın bütün dünyaya tanıdan qəhrəman evlatların analarıyıq. Deyiblər ki, zəfər görməmişəm bu zəfər kimi. 3 rəngli bayrağı yelləsin külək. Şəhid adlarını qızıl zər kimi tarixə yazılsın gərək. Biz analar nə qədər büdürəsək də, nə qədər bu çətinliyə çətinlik gətirsək də, biz öz qürurumuz, öz vicdanımız naminə ayaq üstə durmağı bacarmalıyıq. Biz 44 gündə azadlığın rəmzini bizə yaşadan balalarımızı, dünyaya səs salan balalarımızın 3 rəngli bayrağımızın daha da yüksəkdən yüksəyə toplanan, qaldırılan, hər yana dalğalanıb, o bayraqlar dalğalananda hərəsinin külək əsdikcə o şəhidlərin ruhunu əsdirir.
Bu nə deməkdir? Azadlıq, yəni yaşasın Azərbaycan. Ananı sevməyən vətəni sevməz. Biz analar da balalarımızın davamçısıyıq. Yaşasın Qarabağ, birinci növbədə, ikinci də ki, yaşasın Azərbaycan. Ucalan bayraq bir daha enməsin. Balacayev qəribin anasıyam. Allah bütün şəhidlərin yerin cənnət eləsin. Allah biz analara səbir, dözüm versin. Mən şəhid Fəthizadə Fətinin anasıyam. Mən iki qəhrəmanın anasıyam. Bir oğlum şəhiddir, bir oğlum qazidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən də Füzuli şəhəri Rəsulov Nurəddin Akifoğlu. Həm baş kəşfiyyatçı, həm də baş çavuş idi. O həmişə 14 il idi işləyirdi, öz işi ilə həmişə fəxr eləyirdi. Özü sifdə maxı girib işləyirdi. İşləyə dedi, mən gərək Türkiyədə oxuyam, gələm, mən xüsusi təyinatda olam. Dediyi arzularına da çatdı. O arzuları ilə də 44 günlük müharibədə, aprel döyüşlərində, hamısında çox müvəffəqiyyətlə iştirak elədi. Gəldi, suverenlik uğrunda gedən döyüşdə bircə günlük antiterror döyüşündə şəhid oldu. Şəhadətə ucaldı. Allah cəmi şəhidlərimizin yerin cənnət məqamını uca eləsin. Allah hər bir anıya səbir versin, dözüm versin ki, analar yaşasın, onları yaşatsın. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əskəri Əliyev Məhəmməd Məhərrəmoğlunun anası bugün ancaq deyərəm ki, bizi çəkib işıqlandıran hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Şəhid analarına Allahdan səbir diləyirəm. Şəhidlərimizin məqamı uca olsun, ucadan da uca olsun. Allah məkanların cənnət eləsin. Allah sizləri qorusun. Allah analara səbir versin. Amin. Çox sağ olun, Allah köməyiniz olsun. Siz də bu şəraiti yaradıb bizə söz verdiyinizə görə çox sağ olun. Hamınıza minnətdarlığımı bildirirəm. Bir şəhid anası kimi. Mən də Dadaşzadə Mahirin komandir baş leytenant. Mahirin anasıyam. Bölük komandiri idi. Onun şücaətlərini saymaqla burada qurtarmaz. Allah hər bir şəhid anasına səbir, dözüm verib, indi də versin. Mən demərəm ki, şəhid analarına Allah səbir verməyib. Səbir veribdir ki, indiyənə qədər yaşamışıq. Allah indən də belə səbirlərin versin. Balalarımızın yeri cənnət olsun, şəhid balalarımızın. Nurayna xanım, əvvəla sizin xoş gəldim deyirəm. Çox sağ olun mənim gözəl balam. Müşfiq balamla hər zaman anaların arxasındasınız. Allah sizə can sağlıq, xoş günlər qismət eləsin. Mənim balamın döyüş yolları Füzulidən keçib, Qaraxanbəylidən keçib. Biz hər o yolları gedəndə bizim üçün çox ağır, çox çətin bir şeydir. Mənim balam dəmir tankı yaşayır, amma balam özü yox. Onu devləti sağ-salamat verdi, o tankın sağ-salamat verdi devlətinə. Onlara əmr gəlib, aşağı düşdəyəndə mənim balam aşağı düşməyərək Pekoda getmişdi. Mənim balam Pekoda gedib, öz döyüş yoldaşını götürəndə şəhid oldu. Allah şəhidlərimizin məqamını uca eləsin, ruhlarını şad eləsin. Allah bəy anamız dediyi kimi analara səbir verib. Analara o səbrin ağırlığı qədər dözümünü də versin ki, biz bu yükü qaldıra bilək, biz yükü çəkə bilək, yaşaya bilək. Bir daha bayrağımız yenilməsin. Bir daha bayrağımız yenilməsin. Bayrağımız həmişə ucalıqda dalğalansın. Allah sizlərə də xoş gün versin. Həmişə mənim balam deyirdi ki, Xocalı hissi ilə yaşayırdı. Həmişə onun sözü biri olurdu, mən onu özün qoru deyəndə deyirdim, amma Xocalını nə tez unutdunuz. Qoy bizim uşaqlarımız sülh hissində yaşasın. İndi bugün biz bu bayraqlı uşaqlarımızı görəndə onu fəxr eləyirik ki, yəni bala, həqiqətən də dediyiniz sülhü siz bizim Azərbaycan balalarına bəxş eləyə bildiniz. Çox sağ olun, var olun, gələn ayaqlarınız var olsun. Mən də hər birinizi salamlayıram. Mən də qəhrəman oğullardan biri Şəhid Vəzirov Cəlalın anasıyam. Kəşfiyyatçıydı. Allah elimin qəhrəman oğullarını qorusun. Cəlalın haqqında danışmaq üçün mənə bir saat, bir gün, bir ay bəs eləməz, bir ömür lazımdır. Onun üçün də bu analarla da, oğullarla da fəxr eləyirəm. Bizi kəşfiyyatçıydı, qeyrətli bir oğul idi, qəhrəman doğulmuşdu. Onun qəhrəmanlığı haqqında qardaşı danışdım, mən danışa bilmirəm onu. Rəhmətli Polad Həşimov, generalımız şəhid olan vaxtı könüllü yazılmışdı. 21-də toplanışa qatıldı.
xüsusi dəstədə könüllü olaraq iştirak etmişdi. Orada da xüsusi tapşırıqda döyüş yoldaşını puskudan çıxardanda şəhidlik zirvəsinə ucalmışdım. Şəhidlərimiz tək ailəsinin yox, bütün Azərbaycanın fəxridir. Vətənimizin qeyrət nümunəsidir, vətənimizin qeyrətli oğullarıdır. Azərbaycanımızın, millətimizin, dövlətimizin, xalqımızın, elimizin, obamızın üzü ağ, başı uca olsun deyə əziz canlarını fəda elədilər, əziz canlarından keçdilər. Onlar getdi, ancaq adları əbədiyyən qaldı. Damarında Azərbaycan qanı axan hər bir kəsin qəlbində, hər bir kəsin xatirində. Allah şəhidlərimizin ruhlarını bizdən razı eləsin, ruhlarını şad olsun demirəm. Çünki onların ruhları onsuz da şaddır. Bizi də belə görəndə, bir yerdə görəndə, həmrəh görəndə onların ruhları şad olur. Şəhid analarının, atalarının əllərindən öpürəm. Əziz şəhidlərimiz kim üçün əziz bilirdi, onların qarşısında baş əyirəm. Hər bir kəsin fərqi yoxdur, balası olsun, ailəsi olsun, qardaşı olsun, bacısı olsun, ata-ana öz yerində, ata-ananın məqamı ucadır. Əllərindən öpürəm, qarşılarında baş əyirəm. Allah qazilərimizə şifa versin. Ağdam rayonu Mərzili kənd şəhidi, şəhid Balacayev Qəribin atasıyam. Qərib haqqında çox danışa bilərəm, ancaq vaxt məhdudiyətinə görə, yəni Qərib çox yiğit, qoçaq, cəsur bir oğlan olub. Yəni onu bütün o sinif yoldaşlarıdır, döyüş yoldaşlarıdır, hamısı təsdiq eləyir. Ümumiyyətcə götürəndə şəhidlərimizin hamısı qoçaq, hamısı yiğit olublar. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin, məqamlarını uca eləsin. Çox sağ ol. Şəhidlərimizin keçdiyi bu həyat yolu, bu şəhidləri sayəsində bugünkü gün biz Qarabağ azaddı, düşmən tapdağından biz yox, bütün Azərbaycan bir ömür boyu yox, əsrlər boyu onlara borçludur ki, onların sayəsində, onların axdıqları qanların sayəsində, bugünkü qazilərimizin sayəsində torpaqlar alındı. Vallahi mən Həmid haqqında bircə onu deyə bilərəm ki, yəni o mənim üçün həm oğul idi, həm qardaş idi, həm dost idi, həm sirdaş idi. O 26 yaşında şəhid oldu. 26 yaş ərzində o böyük bir ömrü o 26 ilə sığışdırdı. Bir dəfə böyüyün nəysə də dediyimiz bir sözə qarşı çıxmadı. Bir dəfə qəlb qıran bir hərəkət eləmədi. Və o qədər savadlı idi ki, o insan döyüş o boyda işlərin içində gəlirdi evə, yorğun, palçıqlı patinka ilə gəlirdi, girirdi evə, evdə də otururdu, başlayırdı, öz üçün sıxım çizmağa, nə bilim, nə eləməyə, belə, bax, onları evdə də eləyirdi, gecə saat 4-də zadda Allah uzanırdı, saat 7-ni yaşı çıxıb gedirdi. O da həftədə bir dəfə, 2 dəfə gələrdi. Həmid onu bilirəm ki, 2020-ci ildə qəhrəmancasına döyüşdü. Bütün şəhidlərimiz, qazilərimiz kimi qəhrəmancasına döyüşdü. Döyüşün 16-cı günü Hadrut istiqamətində gedən döyüşlərdə, bəli, orada yandı tankın içində, buradan aşağı yanmışdı. Bir də sol budunun qoməti yox idi, atmışdı snaryat onun. Ondan belə 3 ay, 4 ay o banisədə nə zülümlər çəkdik, o da elə, mən də, yəni bəli. Heç o içəri orada olanda döyüşün 40-cı günü idi. 41-ci günü idi döyüşün, 41-ci günü idi. Şuşa uğrunda gedən döyüşlərdə balaca qardaşım İskəndərov Əzamin Həmidoğlu şəhid oldu. Kəşfiyyat taborunda, 81-in bəli, kəşfiyyat bəli, şəhid oldu. Ondan da sonra qutardı, gəldi mənə. Sadəcə bir söz qürurla mən deyirəm ki, o insan həmişə bir söz oldu. Mən onu o yaralanıb qayıdandan sonra mən dedim ki, cənab nazirə müraciət elədim. Cənab nazirin qəbuluna belə getdim mən. Ondan ötürü ki, pensiya çıxsın. Bədəninin 75% yanmışdı. Dedi ki, buradan götürüb telegrama vurur ki, cənab nazirə ki, bəs mən xahiş edirəm, məni bərpa eləyəsiniz həmin yerimə. Atam gələcək, atama qulaq asmayın, məni bərpa eləyin.
Mənə həmin sənəti qoydular orada qabağıma və orada mənə dedilər ki, sənə söz verirəm ki, dəymə bu uşağa. Bu uşaq öz yerinə qayıdacaq və 7-8 il ərzində mən deyirəm ki, bu uşaq general olacaq. Mən onu bunda görürəm. Bəli, dedi görürəm. Həqiqətən də dedikləri kimi elədilər. Həmid 2020-də bölük komandiri idi, baş leytenant idi. Həmidi qayıtdı, bir ay çəkmədi qayıtdığından qərargah rəisi verdilər. Dalınca kapitan rütbəsi verdilər. Təzdən bir də hərbi hissə komandirini verdilər, təyin elədilər. Və onun ən başlıcası bir arzusu vardı. Mən ona deyirəm ki, yəni o arzusuna çatdı. O deyirdi ki, son damla qanım, son alınan torpağımıza tökülsün. Mən deyirdim ki, nəyə görə? Deyirdim ki, nəyə görə deyirsən də bunu belə? Deyirdi ki, ata, mən istəmirəm ki, bizdən sonraki böyüyən övladlar, bizim övladlarımız, biz keçdiyimiz ağır günləri yaşasın. Qoy biz, mən və mənim kimlər şəhid olsun, son damla qanımız o torpağa tökülsün və o qanın, onlar böyüdükcə bilsinlər ki, atalarının, dədələrinin qanının bahasına alınan torpağı möhkəm tutsunlar əllərində, qorusunlar və bilsinlər ki, bundan sonra sərbəst, suveren bir, müharibə olmayan bir dövlətdə yaşayacaqlar. Onlar güllə, boran, bu səslərdən böyüməyəcəklər. Və dediyi kimi də oldu, 2023-cü sentyabr ayının 19-unda lokal xarakterli keçirilən antiterror nəticəsində Qırmızı Bazarda 628 zirvəsini fəth elədi. Ağdərə yolu istiqamətində döyüşə başlayarkən orada qəhrəmancasına şəhid oldu. Öndə gedib. Bəli, həmin döyüşü də həmin mexanikləşdirilmiş o taboru, hansı ki ona etibar olunmuşdu, onu idarə edən antiterrorda sıfırdan axıra kimi şəhid olana qədər özü idi. Arxada qalmaydı. Bəli, birinci tabor deyilən taboru o elədi. Getdi şəhadətə yüksəldi. Mən və bir şey də mənə ondan qürur duyuram ki, özü şəhadətə ucalmamışdan 11 nəfəri xilas edib. Sürüyüb, çıxardıb, gətirib, 12-ci adam gətirib deyəndə sənədət böyrünə düşüb, orada şəhadətə yüksəlib. Həmin adam amma sürüyüb gətirdiyi, xilas etdiyi sağdır, bəli, sağ qalıbdır. Onun 6-sı Gəncədəndir. Gəncə Ağsaqqallar Şurasının sədri, Gəncə İcra Hakimiyyəti, Gəncə nətər deyim, təhsil şöbəsinin rəisinin o qədər yüksək dərəcədə Həmid haqqında orada mahnılar yazdırıblar, çox yüksək səviyyə dastanlar yazdırıblar Həmid haqqında. Mən şəxsən bugün fəxr edirəm ki, mən şəhid İskandarov Əlzamin Həmidoğlunun qardaşıyam, şəhid kapitan Həmidli Həmidin atasıyam. Allah Taala mənə belə bir şans olsaydı, təzdən versəydilər ki, yəni sən dünya bir də gələsən, sənə ikinci dəfə övlad yenə, Həmidlini sənə övlad verəcəyik. Mən ikəli razı olaram ki, bəli, mənə bir də Həmidli kimi bir övladım olsun. Dönməyəcək azadlığa yetmək üçün əskər vətən. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Belə oğullar 50 ildən bir, 100 ildən bir doğulurlar. Belə oğulların sayəsində vətən olur, torpaq olur. Belə oğulların sayəsində Azərbaycandır, bugün Allahçılıq. Belə oğulların, bax bu anaların doğub dünyaya gətirdiyi, min bir bilirəm əziyyətlə böyütmüsünüz, saxlamısınız, naz neymətlə. Nişan aparmaq istəmisiniz, toy eləmək istəmisiniz, gəlin gətirmək istəmisiniz. Çoxunun ailəsi yarıda qalıb, həyat yoldaşını yarımçıq qoyub gedib, övladlarını atasız qoyub gedib, amma bütöv Azərbaycanı bütövləşdirdilər. Anadan da, atadan da, həyat yoldaşından da, övladlarından da irəli bir Azərbaycan bildilər. Bax, Azərbaycanı Azərbaycan eləyən sizin övladlarınızdır. Allah sizi var eləsin. Azərbaycan durduqca sizin övladlarınızın adı, bax bu ölkənin adı ilə bir yaşayacaq.